Salam əzizlər, hər vaxtınız xeyir olsun inşallah. Bugün sizinlə dilemma yaratmaq haqqında istədim qısaca bir söhbət edəm. Əgər son zamanlarda fikir verirsinizsə, bəzi insanlar qəsdən iki dənə dəyəri üz-üzə qoyaraq bir dilemma yaratmağa çalışırlar və deyirlər ki, niyə Ərəbə, yəni İmam Hüseynə ağlayırsınız, öz şəhidlərinizə ağlamırsınız? Gəlin əvvəlcə aydınlaşdıraq görək, şəhid nə deməkdir? Ümumiyyətlə, şəhid sözü şahid sözündəndir və İslami bir termindir, dini bir termindir. Əgər bu dini bir termindirsə, gəlin görək İslamı kim gətirib? Muhammed Peyğəmbər. Kərbəlada şəhid edilən kimdir? İmam Hüseyndir, yəni Muhammed Peyğəmbərin nəvəsidir, Əhl-i Beytdəndir. Yaxşı, indi bunlar ki, deyirlər, niyə ərəbə ağlayırsan, öz şəhidlərini ağlamırsan? Gəlin əvvəlcə araşdıraq, görək, ümumiyyətlə, şəhid kimə deyilir, necə olmalıdır ki, bir insana şəhid deyilsin və bunların dediyində həqiqət var, yoxsa yox? Baxın, elə bil ki, bir müharibə baş verir və bir nəfər deyək ki, xristiyandır, məsələn, rusdur. Gəlir, görür ki, müharibədir, gedir cəbhəyə, deyir, Zarodina, urra, gedir xalqı üçün həlak olur. Güllə dəyir buna, müharibəyə gedən yerdə həlak olur. Buna nə deyəcəklər? Deyəcəklər, vətən uğrunda qəhrəmancasına həlak oldu. Ancaq bir nəfər müsəlmandırsa və müharibə gedirsə, müsəlman torpaqlarında, bu müsəlman xalqı qorumaqdan ötürü, Allahın razılığını qazanmaqdan ötürü Allaha xatir gedir cəbhədə cihad edirsə və cihad zamanı şəhadətə çatırsa, buna deyirlər şəhid. Deməli, şəhidi şəhid eləyən, şəhadət məqamına çatdıran nə oldu? Zehnindəki düşüncə oldu. Yaxşı, biz ki, bayaq izah verdik, şəhidin şəhadət məqamına çatması üçün onun düşüncəsi çox önəmlidir. Gəlin görək, Polad Həşimov, digər şəhidlər və Mübariz İbrahimov. Mübariz İbrahimov yazırdı ki, mən Hüseynin nəvəsiyəm, seyidəm. Yəni, bunlar Allaha, imana, Peyğəmbərə bağlı insanlar olublar və Allahın razılığı uğrunda öz canlarını fəda ediblər. Bunlar ki, indi deyir, niyə ərəbə ağlayırsınız, öz şəhidlərinizə ağlamırsınız? Peyğəmbər demir ki, məgər Quranda gəlmir ki, qul əsəlukum əleyhə əcran illəl məvəddətə fil qurba. Sizdən risalətimin qarşılığında məhəbbət və məvəddətdən başqa bir şey istəmirəm. İndi bu İmam Hüseyni əza saxlamaq məvəddətin göstəricisidir, məhəbbətin göstəricisidir, yoxsa yox? Təbii ki, məhəbbət və məvəddətin göstəricisidir. Əgər yaduza gəlirsə, biz kitab tövsiyələri videosunda Homerusun İlyadası haqqında danışmışdıq. Bu qərb təfəkkürüdür və qərb düşüncəsidir ki, iki dənə ali dəyəri üz-üzə qoymaq. Bunlar belə etməklə istəyirlər ki, bizim mənəviyyatımızı və düşüncələrimizi sual altına atsınlar. Hansı düşüncələr ki, ali düşüncələrdir və Allaha bağlıdır, İslama bağlıdır, Peyğəmbərə bağlıdır.